Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımların altında birəbitənlərlə bağlı izah istəmişdiniz və vaxtı nəzərə alaraq çalışmışam ki, belə bir qruplaşma aparım. Bildiyimiz kimi sabah sertifikasiya imtahanıdır. Sertifikasiyaya gedən hər bir müəllimə uğurlar arzulayıram və inşallah istədiyiniz nəticəni toplayarsınız. Və bu hazırladığım bu qruplaşma isə məhz 10-cu sinif biologiya dərsliyinə əsaslanıb. Artıq məlumat yoxdur. Nəyə görə? Çünki bizə düşən suallar, testlərdə gördüyümüz məqamlar hamısı orta məktəb dərsliyinə aid olacaq. Deməli, birəbitənləri bildiyimiz kimi Galapagos adasında Darwin virokların, birəbitənlərin 3 cinsini müəyyən etmişdir və ancaq onu qeyd edeyim ki, düzdür, bizim Azərbaycan dilində məlumat yoxdur birəbitənlər haqqında. Ancaq rus dilində, ingilis dilində müxtəlif şəkillər və yaxud da məlumatlarda mən gördüm ki, birəbitənləri, yəni araşdırarkən görmüşəm ki, birəbitənlərin əslində cinsinin sayı 3 deyil. Bəzi yerlərdə 10 yazılır, bəzilərində isə daha çox göstərilir və dedik ki, 3 cinsi kitabımızda verilib. Yer birəbitəni, ağac birəbitəni cinsi və silvilər. Və qeyd olunur ki, bu 3 cins Galapagos adasına materikdən gəlmişdir 2-3 milyon il bundan əvvəl. Bir də qeyd edirəm, yer birəbitəni, ağac birəbitəni və silvilər. 3 cinsi vardır. Gəlin baxaq görək bu cinslərin qidası necə olub? Qidalanma yeri necə olub? Yer birəbitənləri açıqlıq sahədə, ağac birəbitənləri ağacda, silvilər isə müxtəlif yerlərdə qidalanıblar. Təkrar edirəm, yer birəbitənləri açıq sahələrdə, kitabımızdakı məlumatdır. Ağac birəbitənləri ağacda, silvilər isə müxtəlif yerlərdə qidalanıblar. Gəlin baxaq bunların yuva qurma yerlərinə. Yer birəbitənləri, silvilər, eləcə də ağac birəbitənləri hər 3 cins yerdə yuva qurub. Yeməli, bizdən soruşsa ki, bu deməli Darwinin Galapagos adasında gördüyü birəbitən cinsləri yuvalama yerlərinə görə bir-birindən fərqlənirmi deyəcək? Xeyr. Çünki hər üçünün də yerdə yuva qurduğu qeyd olunub. Sadəcə qidalanma yerlərinə görə fərqlənir. Başqa hansı fərqlər var? Əziz müəllimlər və abituriyentlər, qidanın müxtəlifliyinə görə fərq var. Sonra qidalanma yerini dedik, yerinə görə fərq var. Qida müxtəlif olduğu üçün dimdiklərin formasına görə fərq var. Dimdiklərin ölçüsünə görə fərq var və lələklərin rənginə görə deməli fərq var. Bu fərqlərin bəziləri 10-cu sinif biologiya kitabımızdadır. Bəziləri də 9-cu sinifdə səhifə 113-də fəaliyyət hissəsində verilib. Yəni bildiyimiz kimi əgər bu canlıların qidası fərqlidirsə, təbii ki, dimdiyin ölçüsü, dimdiyin forması da fərqli olacaq. Qidalanma yeri də fərqli olacaq və eləcə də lələklərin rənginə görə də bunlar bir-birindən fərqlənir. Gəlin baxaq. Yer birəbitənləri cinsinin 2 növünü verib kitabımızda. Əslində 2 deyil, yenə deyirəm, mən biraz araşdırma apardım və bu cinsin növlərinin sayı çoxdur. Yer birəbitəni cinsinin 2 növünü kitabımızda qeyd ediblər. Altını çizmişəm, altına xətt çəkmişəm, bunlar növdür. Böyük yer birəbitəni növü, kaktus yer birəbitəni növü. Bu hər 2 növ yer birəbitənləri cinsinin növləridir. Bunlar bir-birinə hansı taksonomik vahiddə birləşirlər, cinsdə birləşirlər, çünki ayrı-ayrı növdülər. Böyük yer birəbitənləri bitki toxumları ilə qidalanıblar. Bunların başı da böyükdür, dimdikləri də qalın, iri və böyükdür. Və 10-cu sinif dərsliyimizdə əslində burada, baxın, fikir verin, burada birəbitənlərin şəkli verilib. Amma yenə deyirəm, mən biraz araşdırma aparmışam və baxıram, görürəm, tam olaraq növlərinin sayı, cinslərinin sayı çox olduğu üçün tam olaraq bunları müəyyən etmək olmur. Amma 3-cü şəkildə verilən elə böyük yer birəbitləridir. Bunu hardan görmək olar? Dimdiyin ölçüsündən. Amma əslində bundan da böyüyün mən görmüşəm. Bundan da böyüyünün şəkili var idi. Ona böyük yer birəbitəni deyirdi. Biraz nisbətən bu orta ölçüdədir. Bunu orta ölçülü yer birəbitəni kimi verirlər. Amma indi kitabımızda orta ölçünün adını çəkmədiyi üçün ona görə buna böyük yer birəbitəni deyək. Təxmini bu da yəqin ki, orta yer birəbitəni olar. Sonra nəyə baxaq burada? Deməli, bitki toxumları ilə dedik böyük yer birəbitəni qidalanır. Bitki mənşəli qidalar, eləcə də toxumlar xüsusilə sərt qida olduğu üçün burada
həmin qidanı parçalamaq lazımdır. Deməli, böyük yer birəbitlərində parçalayan dimdik olub. Kaktus yer birəbitdən isə kaktusun nektarı ilə qidalanıb. Buna kaktusun nektarı ilə qidalanmağa imkan verən onun dimdiyinin quruluşu, haçalanmış dili, yapışqanlı dili imkan verib ki, o kaktusun nektarı ilə qidalansın. Yəni kaktusun nektarını dimdiyinin və yapışqanlı haçalanmış dilinin köməyi ilə götürür. Ona görə də deyəcəyik ki, kaktusun nektarı ilə qidalanır. Ümumi olaraq yer birəbitənlərində parçalayan və ovan dimdik deyə bilərik. Nəyə görə? Çünki sərt qida ilə qidalanır çoxsu və həmin qidanı parçalamaq və ovmaq lazımdır. Düşünürəm ki, parçalayanı veriblər böyük yer birəbitlərinə. Düşünürəm ki, burada ovan dimdikdə ola bilər. Sonra gəldik ağac birəbitənləri cinsi. Ağac birəbitənləri cinsinin bir növünü kitabda qeyd ediblər. Ağacdəlinə bənzər ağac birəbitdəni. Ancaq yenə deyirəm, bunun da çoxlu növləri var. Məsələn, bax bu kitabımızda veriləni mən şəkil üzrə mən baxdım bülbül birəbitdəni. Bülbülə bənzər, daha doğrusu bura qısaca yazmışam. Bülbülə bənzər ağac birəbitdəni kimi qeyd olunur çox ədəbiyyatda, xarici ədəbiyyatlarda. Deməli, ağac birəbitənləri cinsinin ağacdəlinə bənzər ağac birəbitdəni növü var. Altından yenə xətt çəkirəm, bu növdür. Deməli, sizə versə ağac birəbitdəni bu cinsdir, birəbitdənlər. Ağacdələnə bənzər ağac birəbitdəni bu olacaq növ. Biz bilirik axı növ iki qatlatın adlandırması ilə adlandırılır. Ona görə də növü cinsdən ayırmaq lazımdır. Ağacdəlinə bənzər ağac birəbitdənləri ağac qabıqları altındakı cücülərlə qidalanır. Bir növ bunlar ağacdələn kimi ağacı dəlirlər, yəni ovurlar, belə deyək. Bunlar da ovan dimdikdir. Lakin ağacdələnin uzun, yapışqanlı bildiyimiz kimi dili olub və buna imkan verib ki, o ağacın qabığı altındakı cücüləri oradan götürə bilsin. Ancaq ağacdəlinə bənzər ağac birəbitlərin uzun və yapışqanlı dili olmadığına görə o məcburdur nə eləsə ağacın qabıqları altındakı cücüləri götürsün. Bu da istifadə edib kaktusun iynəsindən. Bax, kaktus sözünü iki yerdə görürsünüz və bunu siz səhv salmayın. Kaktus yer birəbitdəni ayrıdır. O kaktusun nektarı ilə özü qidalanır, dilinin və dimdiyinin köməyi ilə. Bir də ağacdəlinə bənzər birəbitdən isə o belə deyək də ağacın qabığının altındakı həşəratı, cücünü götürə bilmədiyi üçün sadəcə kaktusun iynəsindən istifadə edir. Yəni kaktus iynəsindən kaktus yer birəbitdəni istifadə etmir. Kaktusun iynəsindən ağacdəlinə bənzər ağac birəbitdəni istifadə edir. Ümumi burada bir yəni kitabımızda olan bir məlumat dəstəsində deyir, heyvan mənşəli qida ilə qidalananlarda adətən tutucu və ovan dimdik olur. Ona görə də burada ağacdəlinə bənzər birəbitdənin altında ovan dimdik yazıb deyə. Elə mən də kitabdakı kimi yazdım. Yəni ağacdəlinə bənzər ağac bu növdəki ovan dimdikdir. Ümumi ağac birəbitdənlərində həm tutucu, həm ovan dimdik ola bilər. Çünki onlar adətən heyvan mənşəli qidalarla qidalanırlar. Sonra nə deyək? Ağacdəlinə bənzərdə yenə tutucu, ovan, hətta parçalayan, yəni ağac belə deyək də bitki mənşəlidir, o da sərtdir. Onlar arasında parçalayan dimdiyi olanları da güman olunur ki, var. Silvilər isə ovan dimdik olub. Deməli, ümumiləşmə aparsaq, əziz abituriyentlər və müəllimlər, ümumiləşmə aparsaq, ümid edirəm ki, bu sizin üçün faydalı oldu. Əgər bitki mənşəli qida ilə qidalanırsa, parçalayan dimdik, hətta ovan dimdiyi də demək olar. Düzdür, bizim kitabımızda yazılıb ki, bitki mənşəli qida ilə qidalanan birəbitdənlərdə parçalayan dimdik olub. Ancaq sərt qida olduğu üçün bitkilər. Ola bilər ki, ovan dimdikdə olsun. Təkcə çünki bitki toxumu ilə qidalanmayıblar da. Bəzi növləri ümumiyyətlə bitkinin digər hissələri ilə də qidalana bilər. Ağacdəlinə bənzərlər isə deməli bunlarda bilirik ki, ağacdəlinə bənzərə yazılıb ovan dimdik. Çünki deyir ağacın qabığını ovur. Lakin bunlarda həm də həşəratla qidalandığı üçün, həşərat da heyvan mənşəli olduğu üçün, yəni həm də bizim kitabımızda qeyd olunub ki, heyvan mənşəli qida ilə qidalananlarda tutucu və ovan dimdik var. O zaman ağac birəbitdənləri üçün tutucu dimdiyi də bir nəzərimizdə saxlayaq və eyni zamanda ağac qabığı sərt olduğu üçün onu parçalamaq da lazımdır. Orada parçalayan dimdiyi də nəzərimizdə saxlayaq.
Ümid eləyirəm faydalı oldu. Diqqətiniz üçün təşəkkür eləyirəm. Əgər az da olsa fayda verdimsə, zəhmət olmasa videonu bəyənin, altında şərh yazın və eyni zamanda kanala abunə olaraq videolara baxın ki, video yüklənəndə sizə bildiriş gəlsin. Əgər kanala abunə deyilsinizsə, onda yeni videoların bildirişi sizə gəlməyəcək.